yüksəliş olub. İstehsalatda bədbəxt hadisələrin baş verməsi və əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə bağlı yeni qaydalar müəyyənləşəcək. Bununla bağlı qanuna dəyişikliklər təklif edilib. Xüsusilə də peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin hansı qurum tərəfindən icrası indiyə qədər açıq qalırdı. Bundan sonra isə bunu Nazirlər Kabineti müəyyənləşdirəcək. İstehsalatda peşə və əmək qabiliyyətinin itirilməsinin həm istehsalata zərəri var, həm də bizim iqtisadiyyatımıza zərəri var, büdcəyə zərəri var. Üstəgəl sağlam və əmək qabiliyyətli olan insanlarımızın da həyatının və sağlamlığın qorunması baxımından bu məsələyə diqqət yetirilməsi əhəmiyyətlidir. Millət vəkili Nigar Məmmədova yaranan müəyyən boşluqların olduğunu əsas gətirərək bu sahədə rəqəmsallaşmanın da vacibliyini vurğuladı. Müəyyən bir boşluqlar görmüşük və burada da həmçinin istər sığorta şirkətləri, istər məhkəmə orqanları, istər tibbi komissiyalar tərəfindən də bir fikir ayrılığı mövcud olub və bu qanun layihəsi qəbul edildikdən sonra da bu boşluqlar aradan qaldırılacaqdır. Bugün dövlət orqanlarında rəqəmsallaşma və elektronlaşma çox böyük vüsət alır, çox operativ şəkildə həyata keçirilir. Mən bu baxımdan da tibbi komissiyalar tərəfindən qərarlar qəbul ediləcək. Bunların da rəqəmsallaşmasını məqsədə müvafiq sayıram. Həm bu işə götürənin məsuliyyətini artıracaq, həmçinin vətəndaş tərəfindən bu məmnunluğu təmin olunacaq. Çünki vətəndaş həm bu qərarları izləyəcək, həmçinin də şəffaflığı təmin edəcək. O da bildirildi ki, istehsalatda elə şərait yaradılmalıdır ki, insanların peşə xəstəliyinə tutulması kütləvi xarakter daşımasın. Bundan başqa istehsalatda bədbəxt hadisə baş verəndə xəsarət alan şəxslərin reabilitasiyası dövlət deyil, işə götürən şirkət və ya sığorta tərəfindən ödənilməlidir ki, onlar da işlərinə məsuliyyətlə yanaşsınlar. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirdi ki, istehsalat qəzaları nəticəsində vətəndaşların orqanizm funksiyasının pozulması dərəcəsi 30%-dən yuxarı olurdusa, 50-lik təyin edilirdi. 30%-dən aşağı olacağı təqdirdə təəssüf ki, hansı faiz dərəcəsi ilə bunun tənzimlənəcəyi və hansı meyarlara istinad olunacağı qanunvericilikdə bir qayda ilə təsbit olunmamışdır. Təsbit olunmamışdı deyəndə bu sahə boş deyil idi. Təbii ki, Tibbi Sosial Ekspertiza Komissiyasının həmkarları, həkim ekspertləri və Nazirliyin özünün daxili təlimatları əsasında bu sahədə olan boşluqları biz aradan qaldırmağa çalışırdıq. Bu sahədə boşluğun bir qayda əksikliyinin olduğu müəyyənləşdirildi və bu sahənin müvafiq qaydalarla, hansı ki, beynəlxalq təcrübədən də əsaslanan qaydalarla tənzimlənməsi sizə ünvanlanıb və sizin vasitənizlə, sizin dəstəyinizlə bu dəyişikliyin həyata keçirilməsinə nail olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta və Pensiya Siyasəti şöbəsinin müdiri Sabir Qocayev isə bildirdi ki, istehsalatda baş verən bədbəxt hadisələrdə və peşə xəstəliklərində müəyyən azalma müşahidə olunur. İstehsalatda çalışan hər bir şəxsin sığorta olunması isə mütləqdir. Sığorta olunduğu halda bu ödənişləri, aylıq ödənişləri sığorta şirkətləri verir. Lakin hansı bir şirkətlər, işə götürənlər sığorta etmədiyi halda təqsirkar müəssisə kimi onlar ödəyirlər bunu. Dərman təminatından bildiyiniz kimi Nazirlər Kabinetinin 406 saylı qərarı var. Əlil olan şəxslərin dövlət büdcəsi hesabına pulsuz dərman vasitələrinin təmin edilməsi o Təbii və Səhiyyə Nazirliyinin tərəfindən təminat həyata keçirilir. Orada bir siyahı var, siyahı da genişləndirilib. Aktual dərman vasitələri var oradakı, hansı ki, əlil olan şəxslərə pulsuz verilir. Lakin bir çox hallarda təqsirkar işə götürən tərəfindən bir çox sosial proqramların qarşılanması həyata keçirilir. İstehsalatda bədbəxt hadisələrin baş verməsi və əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə bağlı yeni qaydalar müzakirə olunandan sonra plenar iclasa tövsiyə olunub. Simnarə Həmid qızı, Hüseyin Bağırov, Real.